Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib. İclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində görülən işlər barədə hesabat və 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsidir. Sessiyanın dinləmələrində uşaq hüquqlarının müdafiəsi və gender bərabərliyi mövzuları müzakirə edilib. Qeyd edilib ki, dinləmələrin məqsədi sözügedən istiqamətlərdə mövcud vəziyyətin qiymətləndirilməsidir. Hesabat dövründə Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin 13 iclası keçirdi. 15 məsələyə baxılmışdır. Sessiya dövründə 5 qanun layihəsi müzakirə olunub. Onlardan bir qanun layihəsi bir oxunuşda, 4 qanun layihəsi 3 oxunuşda müzakirə edilib. Və bu qanun layihələri ailə institutunun möhkəmləndirməsi, qadın-uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirməsinə mühüm töhfələr verəcək. Ailə, Qadın, Uşaq Məsələləri Komitəsində müzakirə edilən hər bir məsələ birbaşa tək komitənin deyil, ümumilikdə cəmiyyət həyatının, ölkə həyatının bütün sahələrini əhatə edir. Əgər söhbət ailədən, qadından, uşaqdan gedirsə, o deməkdir ki, ümumilikdə hər bir Azərbaycan vətəndaşından söhbət gedir. Biz də həm birbaşa müzakirə etdiyimiz və qəbul etdiyimiz qanunlarla, həm də profil qanunlarla bağlı həyata keçirdiyimiz müzakirələrdə biz bu deyək ki, dövlətimizin həyata keçirdiyi siyasətə bir şəkildə öz dəstəyimizi veririk.